onda belə çıxır ki, bütün ibadət olunanlar, bütün ibadətlər Allahın özüdür. Bu da küfrün ən böyüyüdür. Bu əməl Rəsulullah sallallahu aleyhi və səlləmdən varid olubmu? Son sözü la ilahə illallah olarsa, o kəs cənnətə düşər. Esselamu aleykum və rahmetullah, əziz izləyicilər. Hər vaxtınız xeyir. Sizi verilişimizdə yenidən xoş gördük. Bugünkü mövzumuz təvhid kəlməsi la ilahə illallah olacaq. Hansı ki bu kəlmə nəbilərin, peyğəmbərlərin dəvətinin özü idi. Bugünkü mövzumuzda la ilahə illallah kəlməsi ilə əlaqəli müəyyən mövzular haqqında qonağımıza suallar verəcəyik. Elə isə bugünkü qonağımızı sizə təqdim edeyim. Bugünkü qonağımız Mədinə İslam Universitetinin doktorantı Fərhad Adayevdir. Xoş gəlmisiniz Fərhad müəllim. Xoş gördük, Allah razı olsun. Fərhad müəllim, bir insan müsəlman olmaq üçün nə etməlidir? Bismillah. Elhamdülillah və salatu və selamu ala Rasulillah və ala alihi və sahbihi əcməin. Və əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammedən abduhu və rasuluhu. Əmmə bə'd. Düşünürəm ki, hamımız bilirik ki, müsəlman olmaq üçün insan ilk növbədə kəlmə-i şəhadətini dili ilə tələffüz eləməlidir. Kəlmə-i şəhadət də deyəndə əşhədu ən la ilahə illallah və əşhədu ennə Muhammedən rasulullah kəlməsi nəzərdə tutulur. Yəni, şəhadət edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur və həmçinin şəhadət edirəm ki, Muhammed Allahın elçisidir. La ilahə illallah şəhadətini Allahdan başqa haqq məbud yoxdur kimi tərcümə elədiniz. Bu kəlmənin başqa tərcüməsi varmı? Necə eşidirik, bəziləri bunu Allahdan başqa Allah yoxdur kimi tərcümə edirlər. Bu düzdürmü? Bəli, düz deyirsiniz ki, bu kəlməni bir çox tərcümələrinə rast gəlmək olar və bilməyən insanlar doğrudan da Allahdan başqa Allah yoxdur deyə öz kəlmə-i tövhidlərini tələffüz edirlər. Lakin bu tərcüməyə baxanda aydın olur ki, belə tərcümə eləmək düzgün deyil. Çünki birincisi, heç elmi olmayan bir insan belə, ərəb dilindən başı çıxmayan insan belə, yəni ona deyəndə ki, Allahdan başqa Allah yoxdur, bu yəni açıq aydın olan bir şeydir. Yəni burada bir məna ifadə eləmiş olmur. Yəni Allahdan başqa Allah yoxdur. Yəni bunun mənası Allahdan başqa haqq ilah yoxdur deməkdir. Sadəcə bizdə ilaha da Allah deyirlər deyə, yəni batil ilahlara da Allah deyirlər. Allah sanki bir ümumi bir söz kimi qəbul edirlər Allah sözünü. Ona görə də belə tərcümələr görürsən ki, eləyirlər. Bilmək lazımdır ki, Allah addır, xüsusi addır. Yəni Allah Subhanahu və Teala'nın adlarından biridir. Gözəl, ən gözəl adlarından biridir. Və o demək deyil ki, ilahlar yoxdur. İlahlar var. Əslində, batil ilahlar çoxdur. Yəni, kimə ibadət olunursa, ona ilah deyilir. Çünki ilah sözünün mənası məbud deməkdir, ibadət olunan deməkdir. Və ibadət olunanlar çoxdur. Günümüzdə də, əvvəlki vaxtlarda da kim günəşə ibadət edir, kim aya, düzdür, kim bütə, kim daşa, kim ağaca, kim mələklərə, kim peyğəmbərlərə, kim cinlərə, kimi insanlara, kimi heyvanlara. Yəni, ibadət olunanlar çoxdur, lakin haqqı ilə ibadət olunan, yəni o ibadət haqqı çatan isə yalnız Allah Subhanahu və Teala'dır. Ona görə də biz la ilahə illallah sözünü tərcümə eləyəndə deyirik ki, Allahdan başqa haqq məbud yoxdur. Və ərəb dilində də mütləq bu belə tərcümə olunmalıdır. Yəni, ərəb dilində, indi mən onun dərinliyinə getməyəcəm, ərəb dili öyrənənlər, bilənlər bilirlər ki, la ilahə illallah, onu tərcümə edəndə, onun mənası odur ki, Allahdan başqa haqq ilah yoxdur. Bəziləri deyirlər ki, Allahdan başqa ilah yoxdur və dayanırlar, haqq sözünü demirlər. Bu da səhvdir. Niyə görə? Bayaq dediyim sözə görə. Çünki ilahlar əslində çoxdur. Məsələn, Məkkə müşrikləri Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin tək Allaha ibadət eləmək dəvətini qəbul etməyəndə, ona etiraz eləyəndə, onu yalanlayanda nə demişdilər? Allah Teala Quran-ı Kərimdə bizə deyir. Onlar demişdilər ki, Əcə'ələl əlihətə iləhən vahidə innə hədə ləşeyun ucəb. O ilahları bir ilah elədi. Həqiqətən bu çox təəccüblü bir şeydir. Yəni onlar nəyə razı deyildilər? Onlar razıydılar ki, Allah da ilah kimi qəbul edirlər onlar da. Onlar sadəcə nəyə razı deyildilər? Digər ilahları inkar eləməyə razı deyildilər.
Deyirdilər, biz Allahı da qəbul edirik, amma onunla bərabər digər ilahları, digər məbudları, bütləri də qəbul edirik. Amma Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onlara la ilahə illallah deyəndə onlar nə başa düşdülər? Onlar başa düşdürdülər ki, la ilahə illallah desəm, o deməkdir ki, digər ilahları hamısını inkar eləməliyəm. Yalnız Allahı özümə ilah seçməliyəm və yalnız ona ibadət eləməliyəm. Ona görə də onlar bu sözü nədir? Qəbul eləmədilər. Ondan əlavə, la ilahə illallah sözünü Allahdan başqa Rəbb yoxdur, Allahdan başqa Xaliq yoxdur, Allahdan başqa yaratmağı bacaran, yaratmağa qadir olan yoxdur kimi də tərcümə eləyənlər çoxdur. Bu da düzgün deyil. Yenə də bayaq dediyim kimi, əgər bu düzgün olsaydı, onda Məkkə müşrikləri mömin olardılar, iman gətirmiş sayılardılar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara da müsəlman deyərdi. Ancaq onlar nə oldu? Müşrik oldular. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlarla mücadilə apardı, müharibə apardı ki, la ilahə illallah desinlər. Onlar la ilahə illallah demədilər. Ancaq eyni vaxtda onlar Allahı Rəbb kimi qəbul edirdilər. Yəni, ümumilikdə, icmalən, belə deyək, qəbul edirdilər və onları da, yerləri, göyləri də yaradan məhz Allah olduğunu onlar qəbul edirdilər. Allah Teala bir neçə ayədə bunu bizə xəbər verir. Buyurur ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللّٰهِ Sən onlardan soruşsan ki, onları kim yaradıb? Deyəcəklər ki, Allah. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللّٰهِ Onlardan soruşsan ki, göyləri və yeri kim yaradıb? Deyəcəklər ki, Allah. Və bundan əlavə də bir çox ayələr var ki, biz yəqinliklə bilirik ki, həmən o müşriklər, ərəb müşrikləri Allah Taala'nın Rəbb olduğunu, Xaliq olduğunu iman edirdilər buna, inanırdılar. Lakin onların problemləri nə idi? La ilahə illallahla. Yəni ibadəti Allaha tək qılmaqda idi problem. Yəni tək Allaha ibadət eləməkdə idi problem. Ona görə də sən desən ki, la ilahə illallahın mənası Allahdan başqa Rəbb yoxdur, Xaliq yoxdur, onda nə fərq oldu ki, onu belə biz də deyirik, onu həmən müşriklər də deyirdilər. Axı fərq onda deyil. Aydındır, həm ərəb dili cəhətdən, həm şərii cəhətdən biz görürük ki, la ilahə illallah sözünün mənası, tərcüməsi məhz Allahdan başqa haqq məbud yoxdur deməkdir. Biz desək ki, yəni qayıdıram sizin birinci sualınıza ki, desək ki, Allahdan başqa məbud yoxdur, yəni haqq sözünü qeyd eləməsək, onda belə çıxır ki, bütün ibadət olunanlar, bütün ibadətlər Allahın özüdür. Bu da küfrün ən böyüyüdür. Və həqiqətən də belə deyənlər bilirsiniz ki, var. Bəzi sufi cərəyanları, düzdür, məsələn, Vahdətül Vücud əqidəsində olanlar, İbn Arabi kimi və s. onlar bu sözü deyirdilər. Yəni onlar deyirdilər ki, hər kəs, hər şey Allahın özüdür. Və ona görə də deyirdilər ki, kim nəyə ibadət edirsə eləsin, onsuz da nəticədə Allaha ibadət edir. Və bu da təbii ki, nədir? Batildir, ən böyük küfürlərdən biridir. Zamanımızda çox eşidirik, çox Allahlılıq sözü, çox işlənir. Sizin verdiyiniz bu məlumatlardan onu başa düşürük ki, çox Allahlılıq sözünü işlətmək düzgün deyil. Hansı ki, bunu dövrümüzdə və bizdən əvvəl də bütlərə ibadət edənlərə deyirlər və onların dininə çox Allahlılıq deyirlər. Bu nə dərəcədə düzgündür? Çox gözəl nöqtəyə toxundunuz. Mən düşünürəm ki, bu Sovet dönəmindən bizdə qalmış bir şeydir. Allah sözü bayaq da dediyim kimi əslində xüsusi addır, xüsusi isimdir. Ancaq bizdə bütün ilahlara Allah deyilir. Ümumiləşdirirlər yəni. Bəli. Məsələn, elə çox Allahlılıq sözü özü də ona bir sübutdur. Çünki məsələn demək olar ki, çox ilahlılıq, düzdür? Çünki onlar hamısı ilahdır. Yəni batil ilahlara da ilah deyilir. Yəni ibadət olunan məbud. Ancaq Allah birdir axı. Allah təkdir. Bir tərəfdən bizim xalqımız da ona etiqad edir ki, Allah təkdir. Bir tərəfdən deyir çox Allahlılıq. Yəni bu çox Allahları hardan tapdınız? Allah birdir. Demək olmaz belə. Əslində çox ilahlılıq deməkdir. Yenə dediyim kimi Sovet dövründən qalma bir şeylərdir çox güman ki və ona görə də fikir versəz bizdə əslində qrammatikada, yazanda Allah sözü kiçik hərflə yazılır. Amma əslində elə olmamalıdır. Yəni onlar sanki ilah sözü ilə qarışdırıblar o sözü. Əslində xüsusi isim kimi böyük hərflə yazılmalıdır, düzdür? Ancaq bizdə görürsünüz, qrammatik olaraq kiçik hərflə yazırlar.
Mən adətən bir müsəlman ölüm ayağında olanda yaxınları ona la ilahə illallah kəlməsini dedirməyə çalışırlar. Bu doğrudurmu və bu əməl Rasulullah sallallahu alayhi və səlləmdən varid olubmu? Təbii ki, bu əməl doğrudur. Hər bir müsəlman çalışır ki, bir yaxını, bir əzizi vəfat etməmişdən qabaq bu tövhid kəlməsini, la ilahə illallah kəlməsini tələffüz eləsin və buna aid də hədislər var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, laqinu mevtakum la ilahə illallah. Yəni ölüm ayağında olan yaxınlarınızı la ilahə illallah sözü ilə xatırladın. Yəni onlara la ilahə illallahı təlqin eləyin. Həmən hədisdə və digər hədislərdə də buyurur ki, kimin ölməzdən əvvəl son sözü la ilahə illallah olarsa, o kəs cənnətə düşər. Ona görə də bu çox gözəl bir şeydir. Belə görünür ki, bu sözün la ilahə illallah kəlməsinin dinimizdə əhəmiyyəti böyükdür. Bəli, la ilahə illallah sözünün fəziləti, əhəmiyyəti barədə Quran-Kərimdəki ayələrə, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindəki hədislərə baxsaq, onları sadalamağa çalışsaq, bizim vaxtımız ona yetməz. Həqiqətən də bir çox dəlillər, Quran sünnə, yəni sübut eləyir ki, la ilahə illallah ən əzəmətli, ən vacib bir sözdür. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurub ki, iman 70 neçə və ya 60 neçə şöbədən ibarətdir və onların ən yüksəyi, ən ucası la ilahə illallah kəlməsidir. Hədislərin birində Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Allah Taala'nın belə dediyini rəvayət edir. Yəni bu qudsi hədisdir. Deyir ki, əgər göylər və onun sakinləri, həmçinin yerlər və onun sakinləri tərəzinin bir gözündə la ilahə illallah digər gözündə olarsa, la ilahə illallah onlara üstün gələr. Yəni onlardan ağır gələr tərəzidə. Bu da onun nə boyda əzəmətli olduğunu, necə çəkisi olduğunu bildirir. Həmçinin bilirsiniz ki, məşhur hədis var ki, bir kişi qiyamət günü gələcək və sorğu-sual olunacaq, hesaba çəkiləcək və qarşısında 99 böyük kitab görəcək, hamısında onun günahları yazılıb. Və xeyir əməllərindən, savablarından heç nə tapmayacaqlar ki, o 99 kitabın qarşılığında qoysunlar. Yalnız kiçik bir kağız parçasında la ilahə illallah yazılır. Yəni bunun xeyir əməllərindən yalnız həmən o la ilahə illallah var. Və onun müqabilində də nədir? 99 böyük, hətta deyir, nəzərin çatacağı qədər böyük kitablardır. Hamısı günah. Və tərəziyə qoyulduqda o la ilahə illallah həmən o 99 kitabdan daha ağır gələcək. Yəni bunlar hamısı onu bildirir ki, la ilahə illallah çox əzəmətli bir kəlmədir. Və hədislərin birində də həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim la ilahə illallah deyərsə və bununla da Allahın üzünü istəyərsə, yəni Allah üçün la ilahə illallah deyərsə, cəhənnəm ona haram olar. Yəni la ilahə illallah insanın cənnətə düşməsinə səbəb, cəhənnəm odundan xilas olmasına səbəbdir və la ilahə illallah cənnətin açarıdır. Qeyd etdiniz ki, la ilahə illallah kəlməsini tələffüz edən, deyən cənnətə daxil olur. Bəs bu kəlməni mənasını bilmədən sadəcə ləfz olaraq ərəbcə tələffüz etmək kifayətdirmi? Çünki bilirik ki, bəzi insanlar bu sözün mənasını bilmirlər, sadəcə tələffüz edirlər. Xeyr, əlbəttə ki, biz deyəndə ki, hədislərdə gəlir ki, kim la ilahə illallah deyərsə cənnətə düşər, cəhənnəm ona haram olar və s. Təbii ki, bu, yəni yalnız tələffüzdən getmir söhbət burada. Təbii ki, o sözü necə tələffüz eləməlidir? Onun mənasını bilərək, onun mənasına etiqad edərək və onu həyatında tətbiq edərək, ona uyğun əməl edərək deyən kəs cənnətə gedəcək. Yəni sanki o sözün haqqını verməlidir. Əlbəttə ki, o sözün haqqını verməlidir və ona görə də keçmiş alimlərimizdən, sələflərimizdən Vahab bin Munəbbih, Allah ona rəhmət eləsin, onun yanına bir kəs gəlir və deyir ki, məyər la ilahə illallah cənnətin açarı deyilmi? Yəni bu sualla nəyi soruşmaq istəyir? Əgər deyirsinizsə ki, la ilahə illallah deyən cənnətə düşəcək, yəni cənnətin açarıdırsa bu söz, onda niyə görə əməllər, onda niyə görə etiqad və s. bu şeyləri niyə görə bizdən istəyirsiniz ki, elə biz la ilahə illallah deyərik, cənnət biz üçün açılar da, aydındır.
Vahb bin Münebbih də deyir ki, bəli, la ilahə illallah cənnətin açarıdır. Ancaq hər bir açarın öz dilləri olduğu kimi bu açarında dilləri var. Yəni sən dili olmayan açarla gəlsən heç bir qapını aça bilməzsən. Həmçinin də bu açarında öz dilləri var. Bunun dilləri deyəndə, bu sözün dilləri, bu açarın dilləri deyəndə də la ilahə illallah kəlməsinin şərtləri nəzərdə tutulur. Alimlər la ilahə illallahın 7 şərti olduğunu qeyd ediblər. Və yəni şərt də nədir? Yəni bunlar olmalıdır ki, la ilahə illallah fayda versin. Yoxsa o şərtlər olmadan la ilahə illallahın bir faydası olmayacaq. O şərtlər də hansılardır? Gəlin qısa olaraq da olsa onları vurğulayaq. Birincisi elmdir. Bayaq dediniz ki, bəziləri mənasını bilmir. Yəni əgər sadəcə bir başa düşmədiyin bir sözlər kimi onu əzbərləyib deyirsənsə, yəni bilmirsənsə onun mənası nədir, onda o sənə təbii ki, fayda verməyəcək. Birinci bilmək lazımdır. Və Allah Subhanahu və Teala da Qurani Kərimdə buyurur ki, fə'ləm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa haqq məbud yoxdur. İkincisi, bildikdən sonra insan yəqin olmalıdır. Yəni şək şübhə içində olmamalıdır. Yəqinliklə bilməlidir. Allah Teala buyurur Qurani Kərimdə ki, İnnəməl mu'minunəl-ləzīnə əmənu billahi və rasulihi thumma ləm yartəbu. Möminlər yalnız o kəslərdir ki, Allaha və onun elçisinə iman edərlər və heç bir şək şübhəyə düşməzlər. Yəni imanımız, la ilahə illallahımız nədir? Yəqinliklə olmalıdır. Yəqinliklə olmasa o bizdən qəbul olmaz. Üçüncü şərt qəbuldur. Yəni sən bilirsən, yəqinsən və bunu qəbul etməlisən. Həm qəlbinlə, həm də dilinlə qəbul etməlisən, təsdiqləməlisən. Çünki la ilahə illallahın mənasını bilən və elə insanlar var ki, mənasını da bilir və yəqindir ki, o haqdır. Ancaq nədir? Qəbul eləmir, təkəbbürlük eləyir. Necə ki, Allah Teala müşriklər barədə deyir ki, onlara la ilahə illallah dedikdə onlar təkəbbür edərdilər. Təkəbbürlükdən qəbul etməzlər. Aydın belə insanlar da var. Demək, üçüncü şərt qəbuldur, qəbul etməlisən. Dördüncü şərt qəbula yaxın bir şeydir. Ərəbcə ona inqiyat deyirlər. Bizim dildə desək, yəni özünü təslim eləmək, ram olmaq, tabi olmaq. Yəni həm necə ki qəlbdə və dildə sən onu qəbul etmişdinsə, həmçinin əzalarınla, əməllərinlə də nədir? Ona tabi olmalısan. Allah Subhanahu və Teala buyurur ki, və ənibu ilallahi və əslimu ləh. Allaha dönün və ona təslim olun. Yəni, la ilahə illallah bizdən təslimiyyət tələb eləyir. La ilahə illallahın 5-ci şərti isə sadiqliyidir. Düzgünlük, doğru danışmaq. Yəni, sadiq olmalısan sən o sözü deyəndə. Yəni, dildə deyib, qəlbdə inkar eləməməlisən münafiqlər kimi. Əgər sadiqliyi şərt qoymasaq, onda belə çıxır ki, münafiqlər də mömin idi. Çünki onlar da la ilahə illallah deyirdilər. Allah Subhanahu və Teala buyurur ki, İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lə rasulullah. Sənin yanına münafiqlər gələndə deyirlər ki, həqiqətən biz şahiddə edirik ki, sən həqiqətən Allahın rəsulusan. Allah Teala onlara rədd olaraq nə dedi? Dedi, Vallahu ya'lamu innəkə lə rasuluh, Vallahu yəşhədu innəl münafiqinə ləkədibun. Həqiqətən Allah bilir ki, sən onun rəsulusan və Allah şahidlik edir ki, münafiqlər nədir? Yalancıdırlar. 6-cı şərtimiz ixlasdır. Yəni, la ilahə illallah deyəndə bunu yalnız Allah üçün demək və əməllərimizi də, etiqadımızı da, bütün ibadətimizi də yalnız Allah üçün eləməkdir. İxlas budur. Allah Teala Qurani Kərimdə ixlası bir çox yerlərdə zikr eləyir. Məsələn, buyurur ki, Ələ lillahiddinul xalis. Həqiqətən xalis yalnız Allahındır. Ondan sonra və mə umiru illə liya'budullaha muxlisinə lehuddinə hünəfə. Onlara yalnız hənif olaraq, dini xalis Allah üçün tutaraq Allaha ibadət etmələri əmr olunmuşdur. Və bir çox yerlərdə də ixlas qeyd olunub, həm Qurani Kərimdə, həm də sünnədə və insan gərək həm sözündə, həm əməlində daim Allah üçün ixlaslı olsun. Və sonuncu 7-ci şərtdə sevgidir.
bu sözü deyən gərək həm bu sözü sevsin, həm bu sözün bizdən tələb elədiyi şeyi sevsin. Yəni tək Allaha ibadət eləməyi sevsin, tək Allaha ibadətə çağıranları sevsin, tək Allaha ibadət eləyənləri sevsin. Sevgi olmasa, insanın imanı, Allaha sevgi olmasa, onun əmrlərinə, onun şəriətinə sevgi olmasa, insan iman sahibi olmuş sayılmaz. Necə ki, Allah Taala hətta müşriklərin də öz ilahlarını sevdiyini bizə bildirmişdi. Allah Taala buyurur ki: "Və minən nasi men yettexizu min dunillahi andadan yuhibbunahum kehubbillah." İnsanlardan elələri də var ki, Allahdan qeyri özlərinə ilahlar seçərlər və Allahın sevildiyi kimi onları da sevərlər. Sonra da buyurur ki: "Vellezina amanu eşeddu hubben lillah." Ancaq iman gətirmişlər isə Allahı daha güclü sevgi ilə, məhəbbətlə sevərlər. Yəni bu da onu bildirir ki, imanın şərtlərindəndir. La ilahe illallahın şərtlərindəndir ki, insan Allah Taalanı sevsin. Həqiqətən la ilahe illallah kəlməsi çox əzəmətli kəlmədir. La ilahe illallah kəlməsi əgər cənnətin açarıdırsa, bizim üzərimizə vacib olan bu açarı yaxınlarımızla, dostlarımızla, əzizlərimizlə paylaşmaqdır. Və əgər la ilahe illallah kəlməsi cəhənnəmdən qurtuluşdursa və əlbəttə ki, bu belədir, bizim üzərimizə bir müsəlman kimi vacib olan odur ki, ətrafımızdakı insanları bu kəlməyə, bu qurtuluş yoluna dəvət edək. Necə ki, bu nəbilərin, rəsulların yolu idi. Çünki zamanımızda çox insan bu kəlmənin mənasından, mahiyyətindən qafildilər. Çox düz qeyd edirsiniz ki, təbii ki, biz özümüzə istədiyimiz xeyri yaxınlarımıza, əzizlərimizə də, xalqımıza, cəmaatımıza da istəməliyik. Və əgər sən bu sözün mənasını bilirsənsə, onu həyatında tətbiq edirsənsə və bununla da Allahdan xeyir gözləyirsənsə, təbii ki, sən çalışmalısan ki, başqa insanlara da bunu çatdırasan və onlar da bundan fayda götürsünlər və təbii ki, o halda sən də bundan faydalanmış olacaqsan. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, kim bir xeyrə irşad edərsə, yol göstərərsə, həmən o xeyrin eləyənin savabından heç nə azalmadan həmən o yol göstərənə də o savab yazılmış olar. Bu gözəl bir şeydir və onu da qeyd eləmək lazımdır ki, la ilahe illallah bayaq da siz vurğuladığınız kimi bütün peyğəmbərlərin dəvətinin özəyidir, əslidir. Allah Taala buyurur ki: "Və laqad ba'asna fi kulli ummetin rasulan en i'budullaha və ictanibut-tağut." Biz hər bir ümmətə elçi göndərdik ki, onlara Allaha ibadət eləyin və tağutdan çəkinin. Yəni Allahdan başqa ibadət olunan hər bir şeydən çəkinin, uzaq durun deyə əmr elədilər. Yəni hər bir peyğəmbər, hər bir elçi öz ümmətinə gedəndə ilk olaraq bu dəvəti aparıb. La ilahe illallah. Allaha ibadət elə və tağutdan, yəni Allahdan başqa ibadət olunan hər bir şeydən uzaq dur. Və bu iki cümlə la ilahe illallahın əslində mənasıdır. La ilahe illallah iki rükündən ibarətdir. Yəni iki cümlədən ibarətdir, iki mənadan ibarətdir. La ilahe. Heç bir ilah, heç bir məbud, heç bir ibadət olunan yoxdur, illallah. Yalnız Allahdan başqa. Yəni birinci nəfi eləyirsən, yəni inkar eləyirsən ki, heç bir ibadətə, yəni layiq olan yoxdur. Heç bir haqq məbud yoxdur, yalnız. Sonra ikincidə də deyirsən ki, yalnız Allahdan başqa. Yəni ikinci artıq isbat eləyirsən. Yəni birinci mənfi, ikinci müsbət. Bu la ilahe illallahın mənasıdır və həmçinin bu məna bir çox ayələrdə də bizə bildirilir. Məsələn, Allah Taala buyurur ki: "Fəmən yəkfur bit-tağuti və yu'min billah faqad istamsaka bil-urvatil vusqa." Kim tağuta küfr edərsə, baxın birinci yenə gəldi mənfi. Birinci inkar edirsən, küfr edirsən tağuta, bütün ibadət olunanlara və yu'min billah. Sonra isə isbat edirsən müsbət Allaha, yəni iman edərsə, nədir? Möhkəm bir ipdən yapışmış olar. Və bu ayələr təbii ki çoxdur. Başqa bir ayədə Allah Taala bizə buyurur ki, İbrahim əleyhissalam öz atasına və qövmünə də bu mənanı demişdi.
Və iz qala İbrahim li abihi və qavmihi innəni bara'un mimma ta'budun. O zaman ki İbrahim atasına və öz qövmünə dedi ki, mən sizin ibadət etdiklərinizdən uzağam, bəriyəm. İlləl-ləzi fatarani fə innəhu səyahdin. Yəni birinci ayədə deyir ki, bütün batil məbudlardan bəriyəm, inkar elədi. İkinci ayədə də yalnız məni yaradandan başqa həqiqətən o məni doğru yola yönəldəcək. Yəni yenə də fikir versiniz, mənfi, müsbət. Bu la ilahe illallahın iki rüknüdür, iki əsasıdır. Yəni bu iki cümlədən ibarətdir. La ilahe illallah. Qayıdıram sizin dediyiniz suala. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz dəvətinin ilk addımını la ilahe illallah eləmişdi. Çünki 13 il Məkkədə qalır, la ilahe illallaha dəvət eləyir. Fikir versəz, digər əməli ibadətlər, bir çoxları oruc olsun və s. onlar heç Məkkə dövründə vacib edilməmişdi. Yəni Məkkədə Allah Resulü sallallahu aleyhi və səlləm daha çox nə edirdi? La ilahe illallahı təbliğ edirdi, ona çağırırdı ki, insanlar birinci bunu qəbul eləməlidirlər. Əgər bir insanda la ilahe illallahı yoxdursa, onda onun namaz qılmağı, zəkat verməyi, həcc etməyi, yəni ona nə fayda verəcək ki? Ona görə də fikir verdiniz, bayaq ki, hədisdə qeyd elədik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, kim Allahın üzünü istəyərək la ilahe illallah deyərsə, nədir? Və cənnətə düşər. Kim ixlaslı olaraq la ilahe illallah deyərsə, cənnətə düşər. Yəni ona görə də bu mühüm bir şeydir və həmçinin fikir versək, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər hansı bir şəhərə, hər hansı bir yerə səhabələrdən kimisə göndərərdisə ki, gedin insanları İslam'a çağırın, onlara ilk növbədə la ilahe illallahı əmr eləyərdi. Necə ki, Muaz bin Cəbəli, Allah ondan razı olsun, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Yəmənə göndərəndə bilirdi ki, Yəməndəki insanların əksəriyyəti nəsranidirlər, xristiyandılar. Və Muaza deyir ki, sən kitab əhlindən olan bir qövmün yanına gedəcəksən. Onlara ilk dediyin şey, ilk dəvət elədiyin şey la ilahe illallah şəhadəti olsun. Başqa bir rivayətdə gəlir ki, onlara ilk dediyin şey, ilk dəvət elədiyin şey tək Allaha ibadət etmələri olsun. Sonra da deyir ki, əgər onlar bunu qəbul eləsələr, onda onlara bildir ki, Allah Teala onların üzərinə gün ərzində 5 namaz vacib eləyir. Sonra onlar bunu da qəbul eləsələr, onda onlara zəkatı bildir və s. Yəni, bir müsəlman hansısa bir insanı İslam'a dəvət eləyəndə çalışmalıdır ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yoluna uyğun dəvət eləsin. Tədricən yəni. Tədricən və təbii ki, la ilahe illallahı qoyub, məsələn, namazdan, zəkatdan və s. və ya xarici görünüşdə müsəlmanlara uyğun olmaqdan başlamasın. Birinci la ilahe illallahdan başlamalıdır. Çünki cənnətə salan əsl odur. O olmasa başqa heç bir şey lazım deyil. Aydındır. Ona görə də birinci la ilahe illallaha dəvət eləməliyik öz yaxınlarımızı, əzizlərimizi, la ilahe illallahın mənasını, o bizdən nə tələb edir onu. Əgər la ilahe illallah qəlbimizdə düzgün şəkildə möhkəmlənərsə, sabit qalarsa, o bizdən tələb eləyəcək ki, bizim namazlarımız da düz olsun, bizim zəkatımız da düz olsun, bizim digər ibadətlərimiz də, əxlaqımız da gözəl olsun və s. Və ona görə də Allah Subhanahu wa Ta'ala Qur'an-ı Kərimdə buyurur ki, "Qul hadihi sabili ad'u ilallahi ala basiratin ana və men ittaba'ani." Peyğəmbər sallallahu əleyhi və səlləmə buyurur ki, "De, bu mənim yolumdur. Mən Allaha bəsirət üzərində dəvət edirəm. Həmçinin mənim yolumla gedənlər də belədir. Yəni mənim yolumla gedənlər də bəsirət üzərində Allaha dəvət edirlər." Və bu dəvətdə də biz Peyğəmbər sallallahu aleyhi və səlləmə eləməliyik, ittiba eləməliyik, yəni onun yolu ilə getməliyik. O necə edibsə, elə də biz də... Burada bəsirət deyiləndə hikmət nəzərdə tutulur, bəli? Əsasən elm. Təbii ki, hikmət də lazımdır, ancaq bəsirət deyəndə birinci növbədə təbii ki, elm nəzərdə tutulur. Yəni elm üzərində insan geri dəvət eləsin və sonra da ayənin davamında da buyurur ki, "Və subhanallahi və mə ənə minəl müşrikin." Allah pak nöqsansızdır və mən müşriklərdən deyiləm.
Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin bütün dəvəti tövhiddən ibarət idi. Yəni Allahı ibadətdə təkləşdirməkdən, la ilahə illallahdan ibarət idi. Müəllim, bəs kəlmə-i şəhadətin ikinci hissəsi olan və ennə Muhammədən Rasulullah kəlməsi nə deməkdir? Bu haqda bizə nə məlumat verə bilərsiniz? Təbii ki, bu da kəlmə-i şəhadətin ikinci hissəsidir. Bunu da yəni uzun-uzun əslində izah eləmək olar, şərh vermək olar. Lakin vaxtımızı nəzərə alaraq qısa olaraq onu deyim ki, Muhammed sallallahu əleyhi və səlləm aləmlərə rəhmət olaraq göndərilən bir Allah elçisidir. Yəni ümumiləşdirilmiş şəkildə desək, bu şəhadət bizdən 4 şeyi tələb eləyir. Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə xəbər verdiyi hər bir şeyə, hər bir xəbərə inanmaq, onu təsdiq eləmək istəyir. Dünya ilə bağlı olsun, istəyir axirətlə bağlı olsun, istəyir qiyamət günü olacaq hadisələrlə bağlı olsun. Düzdür? Hamısına inanırıq, iman gətiririk, təsdiq edirik. Həmçinin onun bizə əmr etdiyi şeyləri yerinə yetirmək, onun bizə qadağan etdiyi şeylərdən uzaq durmaq və dördüncü, sonuncu da yalnız onun bizə öyrətdiyi şəriətə uyğun Allaha ibadət etmək. Bu 4 şey ikinci şəhadətin bizdən tələb elədiyi şeylərdir. Və həmçinin iman etmək lazımdır ki, Muhammed sallallahu əleyhi və səlləm bəşəriyyətin ən əfzəlidir. Özü də dediyi kimi bütün insanların seyyididir, ağasıdır. Və Muhammed sallallahu əleyhi və səlləm Allahın peyğəmbəri və elçisidir. Ondan sonra başqası olmayacaq. Necə ki Allah Teala buyurur ki: "Mə kana Muhammedun əbə əhədin min ricalikum velakin Rasulullahi və xatamən nəbiyyin." Muhammed sizin kişilərdən heç birinin atası deyil idi. O yalnız Allahın elçisi və sonuncu peyğəmbəri idi. Və buradan biz başa düşürük ki, Muhammed sallallahu əleyhi və səlləmdən sonra heç bir peyğəmbər, heç bir elçi olmayacaq və iman eləməliyik ki, o bütün insanlara və bütün cinlərə peyğəmbər, elçi olaraq göndərilmişdir. Yəni çünki ondan əvvəlkilər, məsələn, Bənu İsrailin peyğəmbərləri bilirsiniz ki, yalnız Bənu İsrailə göndərilib. Yəni onlara əmr olunmayıb ki, Bənu İsraildən qeyrilərinə gedin dəvət edin. Amma Muhammed sallallahu əleyhi və səlləm bütün xalqlar, bütün millətlər, hər kəsə peyğəmbər olaraq göndərilib. Təbii ki, ən gözəl şəkildə o təbliği, o dəvəti tamamlayıb, o hüccəti insanlar üzərinə qaldırıb və həmçinin də Muhammed sallallahu əleyhi və səlləm qiyamət günü də ən uca məqamın sahibidir. Bilirsiniz ki, Muhammed sallallahu əleyhi və səlləm qəbirdən qalxan ilk insan olacaq və ilk şəfaətçi olacaq. Muhammed sallallahu əleyhi və səlləm şəfaət etmədikcə hesab başlamayacaq. Yalnız onun şəfaətindən sonra. Şəfaət də nədir? Yəni dua eləyəcək Allah Taala'ya ki, ya Rab, yəni çünki bilirsiniz ki, məxluqlar istinin altında, günəşin altında uzun müddət orada əziyyət çəkəcək, gözləyəcəklər. Və yalnız Muhammed sallallahu əleyhi və səlləm gedib Allah Taala'ya dua eləyib, səcdə eləyib, dua eləyib, hesabı başlamağını ondan istədikdən sonra Allah Taala gəlib insanları hesaba çəkəcək. Və həmçinin cənnətin qapıları da ilk olaraq Muhammed sallallahu əleyhi və səlləm üçün açılacaq. Və bunların hamısına biz iman edirik və bunlar hamısı əşhədü ennə Muhammedən Rasulullah kəlməsinin mənasına daxildir. Lakin bütün bunlarla yanaşı biz yəqinliklə iman eləməliyik ki, Muhammed sallallahu əleyhi və səlləm bəşər idi. Yəni o da insan idi. O da yemək yeyirdi, su içirdi, o da evlənirdi və s. Bəşər idi. O da vəfat etdi. Yəni ona Allahın xüsusiyyətlərini vermək olmaz. Bəzi insanlar iddia edirlər ki, onlar Peyğəmbər sallallahu əleyhi və səlləm sevir və güya ki, o dərəcədə sevirlər ki, nə edirlər? Onu Allaha şərik qoşurlar. Əslində bu sevgi deyil. Əslində bu şirkin özüdür. Allah Taala'ya nəinki bütləri, cinləri və ya tağutları şərik qoşmaq olmaz. Həmçinin salih insanları, peyğəmbərləri, mələkləri də Allaha şərik qoşmaq olmaz. Düzdür? Və ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm abduhu və rasuluhu. Allahın həm quludur, həm də elçisidir. Bu iki sözün fikir versiz əşhədü ennə Muhammedən Rasulullah deyirik bəzən. Bəzən də deyirik əşhədü ennə Muhammedən abduhu və rasuluhu. Yəni qulu və elçisidir.
Qulu və elçisi bir cümlədə deyilməsinin faydası elə bundan ibarətdir. Qulu deyəndə biz deyirik ki, bax, səhv salma. Əslində Allahın quludur. Allah yaradıb onu da. O da bəşərdir. Lakin eyni vaxtda adi bəşər kimi, bizi kimi deyil. Allah Taala onu ucaldıb, şərəfləndirib, ən uca bəşərdir. Yəni ən əfsəl insandır və ən əfsəl peyğəmbərdir. Allah razı olsun Fərhad müəllim. Təşəkkür edirəm bu dəyərli və gözəl məlumatları bizimlə paylaşdığınız üçün. Qonağımız olduğunuz üçün də xüsusi olaraq sizə təşəkkür edirəm və Allahdan istəyirəm ki, bu dediyiniz sözləri dinləyənlərin qəlbinə salsın və onları da La ilahə illallah kəlməsinin haqqını verən və tövhid üzərində olan qullardan etsin. Amin, amin. Allah razı olsun. Belə, əziz izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik. Allahdan istəyirəm ki, bizi kəlmə-i şəhadət üzərində Əşhədü ən la ilahə illallah və ənə Muhammədən Rasulullah kəlməsi üzərində yaşayıb, bu sözün haqqını verib və bu söz üzərə, bu sözü deyərək bu dünyadan köçməyi bizə nəsib eləsin. Sağ olun, salamat qalın. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.